Salam dostlar. Ağşəhər üçün çox darıxmışam. Son zamanlar vaxtım yoxdur bura gəlməyə. Yəni bilmirəm. Çoxunuz yəqin burada olmusunuz. Buranın abu havası bir başqadır. Bunu hamı deyir. Yəni elə bir başqa bir şəhərə düşürsən. İndi çıxdım biraz burada gəzim. Hava çox gözəldir. Bu günləri ayın 8-idir. Zəfər bayramı günüdür. Mən hamınızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bura Qarabağ atları meydanıdır. Atlar hasarlanıb. Əvvəllər maket idi. İndi yavaş-yavaş atlar hazır olduqca onları dəyişirlər. Maşınların ışıqları düşür. Baxın, mənzillərin çoxsu boşdur, amma ışığı yanan mənzillər də var. Yəni ki, yaşayış az da olsa var. Burada hamısı qaranlıqdır. İndi keçib oradan sizə çəkəcəm lap yaxından. Belki maşınlar maşın olmasın. Gəlin. Görsənəcək. Demək olar ki, hamısı hazırdır. Bilmirəm sizə nə qədər görsənir. Amma demək olar ki, hazırdır. Burada işıq nə qəşəngdir. İşıqlıdır. Qarabağ Azərbaycandır. Çoxlu kofe restoranlar Ağşəhərdə var. Demək ki, insanlar bura gəlir. İş yerləri çoxdur burada. Bu musiqi də aha maşından gəlirdi səsi. 4-cü park küçəsi. Hava gözəldir. Küçədə də oturublar insanlar. Sağ olun dostlar. İnşallah daha büyük vloglarda görüşərik sizinlə.